Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində 36 şagird dəm qazından zəhərlənib. Bununla bağlı şəhərin tibb xidmətinin başçısı Həsən Nikazər məlumat yayıb. Onun sözlərinə görə zəhərlənən şagirdlər xəstəxanaya köçürülüb. Nikazər şagirdlərin həyatlarının təhlükədə olmadığını bildirib. Tibb xidmətinin başçısı hadisənin məktəbin idman zalında baş verdiyini, səbəblərin araşdırıldığını söyləyib. Davam edirik. 18 noyabr tarixində təhlükəsizlik işçiləri və mülki geyimli polislər Tahir Nəqəvinin ailəsinin kiraya qaldığı bağa basqın ediblər. Qohumlarının sözlərinə görə əraziyə daxil olduqdan sonra zabitlər bağdakı bütün avadanlıqları və məkanı məhv edərək sakinlər üçün qorxu və narahatlıq yaradıblar. Bu hərəkət son aylarda azərbaycanlı vəkil və vətəndaş fəalına və onun ailəsinə göstərilən təzyiqin davam etdiyini göstərir. Qeyd edək ki, Tahir Nəqəvi evin həbsxanasında tibbi müalicədən məhrum şəraitində saxlanılır və o, haqları bərpa olunana qədər aclıq eyləmini davam etdirəcəyini bildirir. Evin həbsxanasında həbsdə olan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti 18 noyabrda Kəşfiyyat İdarəsinin 209 saylı həbsxanasına köçürülüblər. 13 noyabr 2025-ci il tarixində bu fəallar Tehran İctimai və İnqilab Prokuroru və evin həbsxanasının rəisi Əli Salihiyyə ayrıca məktublar yazaraq dərhal məhkəmə tibb ekspertizasına köçürülmələrini xahiş etmişdilər. Onlar saxlanılan zaman təhlükəsizlik əməkdaşları tərəfindən döyülmüş və müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar. Xatırladaq ki, Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti ilə birlikdə 11 noyabr 2025-ci ildə evin həbsxanasının qarşısında həbs edilib. Noyabrın 18-də Təbrizin mərkəzi həbsxanasında 3 məhbus edam edilib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Mehirdad Əlivənd, Yədulla Kazımi və Cəlil Muğanlı adlı məhkumların narkotik maddələrin qaçaqmalçılığında günahlandırıldıqları bildirilib. Bununla yanaşı noyabrın 18-i və 19-unda başqa bir neçə şəhərdə də narkotiklərin qanunsuz alveri və adam öldürmə ittihamlarına görə daha 16 nəfərin ölüm cəzası icra olunub. Qeyd edək ki, cari ildə 40-ı qadın olmaqla 1400-ə yaxın məhbus edam edilib. Onlardan 1360-nın kimliyi müəyyənləşdirilib. İranın Sistan və Bəlucistan əyalətində silahlı qarşıdurma nəticəsində 4 nəfər həlak olub. Bununla bağlı Bəluç fəallarının kampaniyası məlumat yayıb. Öldürülən şəxslər axtarışda olan şəxsləri həbs etmək üçün əməliyyat keçirdikləri zaman təhlükəsizlik və polis qüvvələri və hadisə yerinə gəlib və silahları səhvən axtarışda olan şəxslər hesab etdikləri üçün onlara atəş açıblar, məlumatda bildirilib. Qeyd olunub ki, hökumət ayın 16-sı gecə saatlarında baş verən uğursuzluğu ört-basdır etmək üçün öldürülən Sepah üzvlərinin silahlı oğrular olduğunu iddia edib. İran Təhlükəsizlik Qüvvələrinin həbs etdiyi Amerika vətəndaşı olan İran əsilli xanımın kimliyi məlum olub. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə Afərin Mühacir adlı Amerikalı sentyabrın 29-da İrana səfər etdiyi zaman Tehranın Xameyni Beynəlxalq Hava Limanında saxlanılıb, onun istintaq təcridxanasına aparıldığı bir neçə gün dindirildikdən sonra Tehranın evin həbsxanasına köçürüldüyü bildirilib. Afərin Mühacirin həbs səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə açıqlama verilməyib. Qeyd edək ki, xarici vətəndaşların İranda həbs hallarının artmasından sonra Avropa Birliyi, Fransa və Almaniyada daxil olmaqla bir sıra qərb hökumətləri vətəndaşlarının İranda saxlanılma riski barədə xəbərdarlıq edib. Onları İrana səfər etməməyə və İranda olduqları təqdirdə bu ölkəni mümkün qədər tez tərk etməyə çağırıb. Davam edirik. Ehtiram əsasında keçiriləcəyi təqdirdə İran Amerika ilə nüvə danışıqlarını bərpa etməyə hazırdır. Bunu İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin xarici siyasət üzrə müşaviri Kamal Xərrazi CNN-ə müsahibəsində deyib. Amerikalılar əvvəlcə bizim qoyduğumuz şərtlər daxilində danışıqlara hazır olduqlarını göstərməlidirlər. Bu şərtlər qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında olmalıdır. Bu müzakirələr baş tutmazdan əvvəl konkret gündəlik tərtib olunmalıdır. Təəssüflər olsun ki, Prezident Trump diplomatik proseslərə inanmır və öz məqsədlərinə çatmaq üçün güc istifadə etməyi daha üstün tutur deyə Xamneyinin müşaviri bildirib. O qeyd edib ki, İranın Amerika ilə danışıqlara başlamaq üçün şərtlər dəyişməyib və İran milli ehtiyaclarının təmin olunması üçün uranın zənginləşdirilməsini
zənginləşdirilməsinə davam edəcək. Biz Amerika ilə yalnız və yalnız nüvə məsələlərini müzakirə edəcəyik deyən Xərazi, İranın ballistik raket proqramının genişlənməkdə olduğunu və bu məsələnin danışıqlar masasında olmayacağını vurğulayıb. Xərazi iyun ayında İranın nüvə obyektlərinə hücumlardan sonra bu obyektlərə dəyən ziyanın hələ də hesablanmadığını əlavə edib. İranın rəhbərinin müşaviri həmçinin vurğulayıb ki, Amerika ilə nüvə danışıqları uranın zənginləşdirmə prosesinin özü haqqında yox, zənginləşdirmənin dərəcəsi ətrafında aparılacaq. İran BMT sanksiyalarına baxmayaraq ballistik raket istehsalını nəzərə çarpacaq dərəcədə sürətləndirib, bu barədə National Interest yazıb. Nəşr bildirib ki, Avropa Kəşfiyyat Xidmətlərinin məlumatına görə Tehran İsraillə 12 günlük müharibədən sonra raket istehsalını genişləndirməyə başlayıb və bu prosesdə Çindən raket mühərrikləri üçün vacib komponentlər əldə edir. İran rəsmiləri açıq şəkildə bildirirlər ki, son münaqişə ölkəyə dəyərli dərslər verib, nəticədə raketlərin dəqiqliyi, gücü və istehsal həcmi xeyli artıb. Mütəxəssislər qeyd edirlər ki, İran İsrailə qarşı həyata keçirdiyi hücumlarda Fateh 110, Zolfkar kimi ən məşhur sistemlərdən istifadə edir və indi onların imkanlarını daha da təkmilləşdirməyə çalışır. Tehran eyni zamanda raket gücünü təbliğat materiallarında nümayiş etdirir və regiondakı silahlı qruplaşmaları Həmas, Hizbullah və Yəməndəki Husiləri modern silahlarla təmin etməyə, qarşı durmasının yeni mərhələyə keçməsi riskini artırır. Buraxılışımız davam edir. Ermənistan və Türkiyə arasında aparılan konstruktiv və fəal siyasi dialoq onun yaxın zamanda iki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağına gətirib çıxaracaq. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan İstanbulda ATƏT Parlament Assambleyasının iclasında bildirib. Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyi ilə bağlı nikbinliyimi ifadə etməməyim mümkün deyil deyə o qeyd edib. Xandanyan həmçinin bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh artıq qurulub. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb. Azərbaycan və Ermənistan sülh müqaviləsini imzaladıqda İrəvanla münasibətləri normallaşdırmaya hazırıq deyə Fidan deyib. Türkiyənin Xarici Siyasət İdarəsinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Ankaranın İrəvanla dəfələrlə elan etdiyi siyasəti mövcuddur. Amerika silah və hərbi texnikasının alınması Səudiyyə Ərəbistanının yaxın şərqdə sabitliyin təmin edilməsində əsas amilə çevrilməsinə imkan verəcək, bunu Amerika prezidenti Donald Trump deyib. May ayında elan etdiyimiz kimi Səudiyyə Ərəbistanı təxminən 142 milyard dollar dəyərində Amerika hərbi texnikasının ən böyük silah alışı ilə müdafiə qabiliyyətlərini gücləndirmək üçün böyük bir öhdəlik götürür. Bu, ölkələrimizin təhlükəsizliyini gücləndirəcək və krallığın yaxın şərqdə sabitlik və təhlükəsizlikdə əsas amil kimi rolunu möhkəmləndirəcək deyə Trump bildirib. Trump həmçinin Səudiyyə Ərəbistanının heç vaxt bu qədər təhlükəsiz olmadığını vurğulayıb. ABŞ Səudiyyə Ərəbistanına 5-ci nəsil F-35 qırıcı bombardmançı təyyarələri və təxminən 300 tank da daxil olmaqla xeyli miqdarda silah satmağı planlaşdırır. Bu, Ağ Evin açıqladığı sənədlərdə öz əksini tapıb. Sənədlərdə Amerika prezidenti Donald Trumpın krallığa F-35 təyyarələri də daxil olmaqla əhəmiyyətli dərəcədə müdafiə məhsulları paketinin satışını təsdiqlədiyi bildirilir. Bu razılaşma ilə bağlı müqavilələr və təchiz edilən avadanlıqlar barədə əlavə məlumat verilməyib. İspaniya bir ay ərzində Ukraynaya 615 milyon avro məbləğində yardım paketi ayıracaq. Bunu İspaniyanın baş naziri Pedro Sánchez Madriddə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib. Sanchez deyib ki, bu paket ilk növbədə 300 milyon avro dəyərində silahlanmanı əhatə edəcək. Onun sözlərinə görə bu məbləğin 100 milyon avrosu Pırıl proqramı üçün nəzərdə tutulub. İspaniyanın baş naziri əlavə edib ki, bu Ukraynaya təcili yardım üçündür və Amerikadan silah alınmasına yönəldiləcək.